Salam əziz və dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Kurikulum və Texnologiya təlimçisi Nəsrəva Röyalı. Bugün sizə 5-ci sinif texnologiya dərsliyindən ikinci mövzumuzun, məmulatın qrafik təsviri mövzumuzun izahına baxacaq. Demək olar ki, bu mövzumuzdan hər il imtahana suallar düşür və bu mövzumuzu bir çox müəllimlər qarışdırır. Bu mövzunu əzbərləməklə deyil, hər birinin xüsusiyyətini özünə məxsusluğunu, yəni hər birisinin özünə aid edib öyrənməklə yadda saxlayacaq. Deməli, gəlin başlayaq. Hər hansı bir məmulatı hazırlamazdan əvvəl kağızda onun təsvirini çəkirik. Bəli, hər hansısa bir məmulatı hazırlamamışdan əvvəl nə edirik? Kağızda onun təsvirini çəkirik. Və hazırlanacaq məmulatın qrafik təsviri, baxın, bizim qrafik təsvirlərimiz texniki təsvir, eskiz və çertyojdur. Baxın, 3 dənə. Burada biz texniki təsviri görə bilirik, eskizi və çertyoju görürük bu mövzumuzda. Deməli, məmulatın qrafik təsviri mövzumuzun adına uyğun nə olur? Texniki təsvir, eskiz, çertyoj olur. Texniki təsvir nədir? Texniki təsvir məmulatın həcmli, 3 tərəfli təsviridir. Şəkil 1-də texniki təsvirimiz verilmişdir. Deməli, şəkil 1-də detalın texniki təsviri görürsünüz. Baxın, 1, 2, 3 tərəfli görünüşü vardır. Texniki təsvirin həcmli təsvirdir. Texniki təsvirdə nə var? Deməli, nisbət nəzərə alınır. Baxın, tərəflər arasında. Niyə tərəflər arasında deyil? Burada tərəflər sözü var, tərəf sözü var. Çünki bunun axı dedik biz 3 tərəfli təsvirdir. 3 dənə tərəfi varsa, texniki təsvirin bu tərəflərin arasındakı əlbəttə ki, nisbət nəzərə alınacaq. Deməli, texniki təsvirdə tərəf sözü var, eskizdə tərəf sözü yoxdur. T hərflərlə yadda saxlayırıq. Baxın, böyük hərf T, T. Texniki təsvir tərəf sözü ilə yadda saxlayırıq. Daha sonra, texniki təsvirdə ölçüləri, məmulatın materialı göstərilir. Eskizdə material yoxdur. Texniki təsvirdə material da göstərilir. Əl ilə yerinə yetirilir. Texniki rəsm üzrə məmulatın forması asan anlaşılır. Əlbəttə, asan anlaşılacaq. Həcmlidir, 3 tərəfli təsvirdir. Daha sonra material göstərilir, ölçüləri göstərilir. Yəni, əl ilə yerinə yetirilən bir təsvirdir. Və məmulatın forması da baxanda asan anlaşılır. Eskizə baxırıq. Eskiz də yenə nisbət nəzərə alınır, ölçüləri göstərilir, əl ilə yerinə yetirilir. Baxın, eskizin xüsusiyyəti nə oldu? Bu bizim eskizimizdir. Eskizdə görürük, bir tərəfli baxırıq ki, bir dənə görünüş var. Bir tərəfli görünüşü var. Ölçü verilibmi? Bəli, ölçülər verilib. Daha sonra nisbət nəzərə alınır. Baxın, burada tərəf sözü yoxdur eskizdə. Niyə? Çünki bunun bir tərəfi var da, yəni bir görünüşü var. Yəni bunun başqa bir tərəfi yoxdur. Ona görə də eskizdə tərəf sözü yoxdur. Tərəf texniki təsvirdədir. T. Tərəf sözünü gördünüzsə, bilin ki, o texniki təsvirdir. Daha sonra çertyoja baxırıq. Çertyoj məmulatın çertyoj alətlərinin köməyi ilə yerinə yetirilmiş şərti qrafik təsviridir. Baxın, burada çertyojda nisbət sözü yoxdur. Alətlərdə, yəni material göstərilmir. Daha sonra ölçüləri göstərilmir. Nə var burada çertyojda? Yalnız deyir ki, çertyoj alətlərinin köməyi ilə. Yəni biz çertyoj alətindən istifadə edərək, yəni çertyoj neyinir? Çəkilir. Qrafik təsviri biz yerinə yetirmiş oluruq. Və çertyojda da 3 görünüş var. Ön, sol, üst görünüşləri var. Çertyojda. Şəkil 3-də detalın çertyojunun görünüşü verilib. Əsas görünüş, soldan görünüş və üstdən görünüş. Bu şəkili indi yaxınlaşdırıram. Biz şəkili analiz edirik. Çünki bizim burada xətlərimiz də var. Bizim xətlərimiz həmin burada rəsmdə göstərilibdir. Təsvirdə verilibdir şəkildə. Bizim neçə xəttimiz var? Xətlərin 4 növ var. Bəzən müəllimlər deyir 5, xeyr. Xətlərin 4 növ var. 4 dənə xəttimizin növ var. Hansıdır? Bütöv əsas, bütöv nazik, ştrix nöqtəli və ştrixli. Bunlar bizim xətlərin növüdür. Burada deməli, bütöv nazik 2 dəfə verilib sadəcə. Ona görə 5 dənə rəqəmimiz olur. Bu 5 rəqəminə görə müəllimlər bunu bir-birinə qarışdırır. Xətlərin də detalın konturu, deməli, yaxınlaşdıraq. Detalın konturu
bütöv əsasdır. Baxın, burada biz bir rəqəmlə nəzər yetiririk. 1. Görürsünüz, detalın konturu tam belə xətt boyu göstərilibdir. Bir dəqiqə buranı silim. Aha. Deməli, detalın konturu baxın budur. Detalın konturu. Konturladıq hər tərəfini. Qapalı yerdə qaldı, xeyr. Bu konturdur. Bütöv əsasdır. Baxın, bütövdür. Görürsünüz, bütöv. Bütöv çəkmişəm. Bütöv əsas. Detalın konturudur bu. Oldu detalın konturu. Əsas hissə. Daha sonra gəlir bu çıxarılan və ölçü göstərən. Çıxarılanla ölçü göstərən 2 və 3 rəqəmidir. Baxın, 2 və 3 rəqəmi. Görürsünüz, ikisi də kənardadır. Çıxarılan da çıxıb, ölçü göstərən də kənardadır. Həmin bu bizim, axı bura çəkdik biz, konturu çəkdik, bütöv əsas çəkdik. Bu bütöv əsasdan kənardadır onlar. Yəni çıxarılan, ölçü göstərən. Çıxarılan da bu çıxarılandır. Bu hissəsindən gəlir çıxarılan və ölçü göstərən. Bu da yenə. Bunlar həmin bütöv əsasdan, konturdan kənardadırlar, olurlar bütöv nazik. Yəni bütövün kənarında nazik bir hissə olaraq göstərilir. Daha sonra gəlir simmetriya oxu. Simmetriya oxu ştrix nöqtəli olur. Baxın, simmetriya tam mərkəzdədir. Tam mərkəzdə keçir. Bu necədir? Ştrix nöqtəlidir. Yəni biz buna baxanda görürsünüz, burada nöqtəsi var. Ştrix var. Baxın, belə bir ştrixli nöqtə var. Nöqtəsi var. Ştrix nöqtəsi var burada. Balaca. Yəni biz bunu burada görə bilirik. Ştrix nöqtə. Ştrix nöqtəli. Simmetriya yox. Tam mərkəzdə, simmetriyanın mərkəzində ştrix nöqtə keçir. Simmetriyanın içindən. Ştrix nöqtəli. Daha sonra dəliyin görünməyən konturu isə ştrixlidir. Dəliyin görünməyən konturuna baxırıq. Dəliyin görünməyən konturu ştrix nöqtəlidir. Bu da bizim görünməyən konturdur, ştrixlidir. Deməli, çəkdiyimiz şəkildə də göstərək bunu. Ştrix nöqtəli oldu. Simmetriya oxumuz tam mərkəzdə oldu. Amma dəliyin görünməyən konturu isə ştrixli oldu. Daha sonra ölçülər, təbii ki, çertyojda ölçülər millimetrlə göstərilir. Ən kiçik ölçü ilə göstərilir millimetrlə. Çertyoj qalın kağızda, vatmanda yerinə yetirilir. Böyük kağız olur. Yəni həmin o kağızda, vatmanda, karandaşla özdə. Bəzən testlərdə qarşılaşa bilərsiniz qələmlə. Xeyr, karandaşla yerinə yetirilir. Yığma çertyojlarda məmulatın, detalların adı, miqyası, material haqqında məlumat harada qeyd olunur? Spesifikasiyada qeyd olunur. Hansı çertyojlarda? Yığma çertyojlarında. Bu cədvəl, spesifikasiya cədvəl formasında tərtib olunur. Yəni cədvəl çertyojun, eskizin, texniki təsvirin sağ aşağı küncündə verilir. Yəni ki, məsələn, bu bizim deməli texniki təsvirimizdir. Bu sağ aşağı küncündə spesifikasiyamız qeyd olunur. Məmulatın həqiqi ölçülərinin neçə dəfə böyüdüldüyünü, kiçildiyini göstərən ədəd isə miqyas adlanır. Və standartlara görə miqyas təyin olunmuşdur. Yəni, necə gəldi miqyas təyin olmaq? Standartlara əsasən təyin olunmuşdur bu miqyas. Kiçiltmə miqyası, böyütmə miqyası və natural ölçü var. Kiçiltmə miqyası 1-2, 1-in 4-ə, 1-in 5-ə, yəni 5 dəfə deməli, kiçildilməsidir. Baxın, kiçildilmə deyəndə ilk başdakı rəqəm 1-dir. Görürsünüz hamısında. Kiçik rəqəm, bu birlərdir. Birlər varsa, öndə birləri görürsünüzsə, 1, 2, 4, 5 görürsünüzsə, bu kiçildilmə miqyasıdır. Amma böyütmə miqyasında, baxın, öndə olan rəqəmlər böyüyür. 2, 4 və 5 deməli. Bu öndə olan rəqəmlər neynir? Başlayır artmağa, böyüməyə. 2, 4, 5 böyüyür. Daha sonra natural ölçümüz isə 1-in 1-ədir. Məmulatın təsviri üzərində ölçülər millimetrlə göstərilir. Bu ölçülər realdır, kiçildilmiş və ya böyüdülmüş deyil. Materialın, yəni məmulatın çertyojunu oxumaq nə deməkdir? Deməli, onun adını, formasını, ölçülərini, materialını, miqyasını, eləcə də bu məmulatın təşkil olunduğu detalların sayını, onların birləşmə növünü təyin etmək
deməkdir. Yəni ki, nə isə hazırlamaq istəyirsiniz, onun çertyojunu oxumalısınız da, elə deyilmi? O çertyojda məlumat əldə etməsək, biz nə isə yarada bilərik, qura bilərik, tikə bilərik, inşa edə bilərik, hazırlaya bilərik? Təbii ki, xeyr. Yəni orada onun adı, formasını, ölçüsünü, materialını, miqyasını, daha sonra detalların sayını, birləşmə növünü təyin etməliyik ki, biz həmin məmulatı qura bilək, yarada bilək. Və bütün çertyojlar əl ilə və ya kompüterin köməyi ilə xüsusi proqram üzrə yerinə yetirmək olar.